Açırsan Arduino IDE-ni. Arduino IDE-ni açandan sonra nə baş verir? Deməli, gəlirsən Toolsa. İlk olaraq aç Tools'u. Bax, okey. Tools'da bax, nə var burada bizdə? Boardlar var və port var. Port neçənci porta Arduino qoşulub onu göstərir. Bax, çıxardıram. Əslində bunu buradan yox, söndürüb açılanda bir dənə söndürək. Təzədən açaq. Hə? Ha, burada var da. Aha, açanda bax o itəcək. Arduino mən çıxartdım. Peki, borda keçək, Tools'a keçək. Port var görürsən, heç bir porta nəsə taxılmadı ona görürsən. Başqa bunu hardan görə bilərik? Device Manager-ə giririk. Mən girim, narahat olma. Hə, basbəyən olun. Device Manager-də, bax, burada indi mən taxanda, bax, taxıram Arduino-nu. Bura bir dənə serial gələcək. Serial elə bir şey gələcək. Dəqiqə, taxılsın. Gəldi serial. Sən məndə görüntü gitti. Hə, bax yeniləndi görürsən, bax bura bax komport gəldi. Görürsən? Sən mişqan refred eləyir, mişqan da tərs çevir. Hə. Okey, bax serial gəldi bura. Mənə icazə ver bir dənə. Neydi sen de sos yapayım. Mənə bir dənə icazə ver. Hə. Okey. Ha, böyle buraya icazə vermir. Çünki burada işte komporta vur. Ha, bura şeyler Ha, sistem şey pardon. sistem fayl. Bax, USB commit bu nədir? Bax, çıxardıram, yoxa çıxdı. Görürsən? Taxıram, gəldi. Serial port. Tamam. USB commit-ə qoşulub səndə. Aydındır? Bağla bunu. Keçirik Tools'a. Tools'a. Tools'da portda bax, commit görsənir. Aydındır? Board'a keçirəm. Gəlirəm bura. Yeni board əlavə eləyəcəm. Board management-ə vururam. Buradan əgər ehtiyac olarsa board'un driverləri və s. yazırıq bura. Amma bizdə hal-hazırda böyük ehtimal ki, var olan driverlər var. Aydındır? Ona görə nə edirik? Orada keçirik. Gəlirik bura. Arduino Uno. Minisi falan yoxdur ki. Yoxdur məndə. Baxaq görək. Hardadır? Hə, Arduino Uno. Arduino Uno-nu seçdik. Aydındır? Okey. Arduino Uno-nu seçdikdən sonra keçirəm bura. Buradan bunu seçirəm. Okey, bax buradan gəldim. Bax, buradan da seçə bilərəm və yaxud da buradan da, portdan da seçə bilərəm. Aydındır? Okey. Tamam, keçdik bura. İndi gəl buradakı proqramı, bax boş proqramı ataq Arduino-muzun içərisinə. Bu düyməyə klik eləyirik. Gəlir bura, bax görsən compile. İlk olaraq compile olunur. C++ təxəbbüt, düzdür? İlk olaraq compile olunur. Compile olandan sonra upload. Upload olunur, indi telefondan keçək. Bax. Videolar ayrı-ayrı olacaq, amma şey deyərsən, telefondan o kodu upload elədik, bax 13-cü LED sadəcə yanmış vəziyyətdə dayandı. Aydınlı gördün, bayaqdan hansı ki billing edirdi, düzdür? Aydın mı? Hətta bunu çıxardaq buradan. Buradan çıxardaq, 13-ü taxaq. Və görsən yanmış. Aydındır? Peki, indi bunu taxıram bura 10-a. 10-a taxıram. İndi davam edir, indi oradan ID'dən. Belki kodu sildi. Sil, boş kod. Bəli, boş kod əl. İçine eyni anda iki kod yazmak fiziki cəhətdən mümkün. Mümkündür. Bir dəfə. Aydındır? Yani burada Okey. ilk 10 sonra pin yazılır. İndi nə edirik? Kodluyursan. Buyur kodla. Bu adi bəsit LED kod şeyi yandır. İlk olaraq nə edirik? Keçirik yuxarıya. Nə edirik? Constantla təyin edək bəlkə sabit qalsın və yaxud da define ilə təyin edək. Define izah eləmişəm də, xatırlayırsan? Yes, define və yaxud da constant. Hashtag define. Bəli. Fine. LED. Bax, yadında sağlam. Onda da direkt düşelim. Sənə bir dənə bir şey deyim. Bu adların hamısını böyüklə yaz. Bunlar sabit dəyərlər olduğunu çalış böyüklə yaz. Okey? Bəli. Okey. LED, pin mod, LED, vergül. LED nə olur bu? Output. Okey. Nöqtə vergül qoymağı unutma. İndi nə ilə? Gir orada, indi bir dənə şeylə.
Şimdi bunu yazmalıyım. Bəli, digital right. Nə? Let, nə olur? Hay. Ay. Nöqtə vericili mütləq qoyursan. Sonra yandırmağı qoydun. Hı hı. Okey, Şöyle. indi yüklə. İndi kodu yüklə. Browse. Da verify. Bəli, yox. O kodu yoxlamaq üçündür. Ox işarəsi var. Ox O işarəsi. upload üçündür. Hı. Yoxla, yox. Upload elədin, hə, upload vurdun. Bax, indi kilsə bura bax, ha. Və görsən, 10-cu pin yandı. Lampa yandı. İndi nə edir? Lampanı yandır, söndür. Yandır, söndür. Okey? Tamam? Hı hı. Hətta belə elə. Hə, hələ ki yandır, söndür. 10-cu pində olan lampanı yandır, söndür. Delay neçə saniye? 3 saniye olsun. Olsun 3 saniyə. Sonra delay yine 3 saniye. Bəli, çünki yanan kimi sırası sönməz. Sönən kimi sırası yanmasın da. Bildin? Okey. Gönder. Bəli. Göndər. Nə deyir? Deyir ki, orada xəta var. Sənin kodunda xəta var. Görürsən? Hə. İndi gör nə deyir? Digital right. Bu digital right. Bunda da hata değil. Aha, nə? Bu. Ha, tapdım. Ay, sağ ol. Hər bir xətası var. Düzəl. Upload download. Upload download'dan sonra nə edir? 3 saniyə 1, 2, 3. 3 saniyədən bir nə olur? Yanır və sönür. Okey? Bu nə oldu? Arduino ilə bəsit led dövrəsi. Tamam mı? Okey. İndi səndən nə istəyir? Sual yoxdur ki. Evet. Əsas demək olar şeylər çözdü. İndi bundan sonra simulyator elədiyimizdə sən get verdə rahat eləyə bilərsən. Allah, başlayaq. Sök. Çıkımlık. Yox, yox. Ha, onu save elə indi. Bax, save elə oranı. Save elə. Hara bir dənə ekranda özünə yer. Ha, ad ver ona. Bir folder yarat istəyirsən. Evet. Bakın. Folder deyil yoxdur. Ha? Cancel elə. Adını New folder'a vur. New folder'a vur birinci. Bax, yuxarıda new folder var. para ve bırak. Aha. Ad qoy. İçine koyuyorum. Aysa. Bu Adı şeylə, maksimum Treylə altı. qoy. Treylə qoy. Adı Treylə qoy. Birlikdə qoy da yəni. Aha. Əla. Hı. Bu hazır. Bu LED dövrəsi hazır. İndi təzədən digər dövrələrdə özümüz yaradacağıq. Gedin də ora. Praktik dövrəyə, dərslərə gir. Hacı o qovluq yaratdı, yerləşdirdi onun üçün. İndi biz davam edirik. İndi mən səndən istəyirəm. Mən səndən bir dənə dövrə qurmaq istəyirəm. Bu dövrə nə edəcək? Burada 1, 2, 3 dənə lampa olsun. Hətta 3 dənə orada nə qədər lampamız var? 5 dənə. 5 dənə lampa olsun. Bu 5 dənə lampa olsun diyor. 5 dənə lampa sırayla yansın, sönüsün, yansın, sönüsün. Başdan sona gəlsin, sondan başlayasın. Belə bir dövrə qurmaq istəyirəm. İşte bir kalı o kadar rezistör yaptık. 2 tane daha aldım. Burada başka yoxumuz var. 3 4 tane var. Yok Roz'un 5 tane aklı var. Şey eləyərsən. Qoya bilirsən, 5 Yox, dənə qoya beş bilirsən. yox. Qoy. Qoya bilməsən də digərlərdən qoy, parmaq yerlərə eybi yoxdur. Bu bir kalı. 2. Açırıq Arduino'muzu. Tamam. Pinləri təyin edirik. Necə təyin etmək istəyirsən? 2, 3, 4, 5 tane. Qeyd mən səndən sual. Hələ ki birinci dəfə deyə problem çıxartmıram sənə. Okey.
Amma bir şeydir. Bəs orada 100-dən olsaydı. 11 kodu var. Her şeyle ilgili Excel'de gitmem kodu var. Əvvəllər keçmiş ya biz Her şeyden massivlə də eləmək olar. Yox, nümunədir. Belə davam elə. Problem deyil. Nümunədir. Hələ ki belə davam elə. Eybi yox. Tamam. Əzətdə birinci səfərdir. Belə kod yazsan yaz. Düz yazdım. Adını da değiştirmeliydi. Günlər. Bir, Ay sağ ol. 3. Ayırd eləmək üçün gəsə bir dənə ipucu verim. Lent alt xətt 1 yazsan daha yaxşı olur. Ayırd edici bax, oxunaqlı görürsən. İndi daha oxunaqlıdır. Fikir versən, göz vərdişi. Kodda da göz vərdişi. Hı -hı. Onu da iyisi. Bilmem tam senin şey. Bəli. 2, 3, 4, 5. Əla. Nedir indi? Bu diş olarak delay'ın anlamısını. LED. Bir. Pay geldi. Sıfır LED. Bir saniyədən Bir biri. log geldi. Bu gelen kimin? Diş olarak. O timer var. Hı. 3 yazmışsan Hı ora. hı. O 3000'i elle yazma. 3000 de yukarıda bir değişen kimi təyin elə. Okey. Sonra gətirib həmin o dəyişəni aşağıya yazarsın bu timeri. T qoy yuxarıda bir dənə. Constant, integer, İlk. constant yaz da constant. Yaz ki dəyişən o Ons. İlk. Hı. Time. Tərəf. Ons. Yine düş aşağı. Əlindəydi takip et. Ons ilk. Ne zaman? T. Mən adətən böyük T yazıram gedir. Bərabər neçə 3000? Devam edə. 3000 yox, 1000 qoydu onu. Bir saniye. Şey çok gözlü. Yani. İşlem lazım olacak. 1, 2, 3, 4. Var. Hı -hı. Deməli, sebebler bu. LED bir low olan kimi LED 2 high olur. Sonra vaxt gözləyir. Deməli, LED 2 high olur. Yaz sonra rəqəmlərin. Onları yaz ora. Rəqəmlərin sonra yazarsan. LED 1 Fərq var. sıfır. LED 2 Okay. üçlü. Adaptör. Ha. Benim altım istiyorsan. Sonra devam eləsin də dövrə, hə? Əlbəttə. Delete koydu. Dərdin qodu. Söyleyeceğim. Kod yükləndi. Yenilərsən. Gücü işi var, gücün çok beş oldu göre. Tələsmə deyə biləcək. Yəni tələsmə deməli neydi? Bax bu yanda.
Düzdür. Söz keç. Bu baştan yani başlamak olsun neydi? Resete basın. Resete basar. Düzdür. Basaq reset. Bastıq resete. Düzdür. Resete bastıktan sonra ne baş verdi? Bastım. Kırmızı yandı. Yaşıl yandı. Ticari yandı. Ticari yandı bu yandı. Baştan geldi. Yandı. İkinizde var gördüğün yaşıl yanmadı. Öyleyse saçır. Niye? Ha, niye? İndi koda analizi. Bak ücret saçır. Bak. Uyanır. Sonra uyanır. Sonra kimse uyanır. Sonra bu sonunda çıkıyor. Görsen. Göre niye? İndi koda analizi edecek. Tamam. Koda analizi edecek. Göre ki niye bu belədir? Bu nefes söndürüm, üstü yandırmak için. Yok o kalsın. Bu mu? Şimdi orada bir problem yoktur. Ama bir tane bir situasiyaya bak. Bu sarını buradan çıkardırın. Telesmi. Ben şimdi dəqiq cədidi düz tapmışdım. Hı. Bak ben cədidini dəqiq düz tapmışdım. Çünkü ben baxıram. Birincini tapmışdım. Çünkü ben cədidini çıxardıb dəyişmək kimi düzəldim. Peki yaxşı tapmamış. Görürsü yine öyle. Yok bak sen cədidi yok. Aa, 1, 2, 3, 4. Dördüncü xəttdə cədidi. Sen 3'e takmışdın. Bak. Bura. Ha, düşüştüm. Gördün 3'ten de kiçik çıxış var. Ona görədir. Demək dördüncü xətt. Ha, indi işlədi. Peki, ledler indi yandı. Tamam. Ama random yandı. Fikir versen bak. Bura sonuncu sönmədi vesaire. Burada analiz edək görək nə var. Yani bakım gözüm düzeldi. Yox. Bakıncı niye yandı? Baxa. Yəni restart elə. Reset elədik. Və qırmızı, yaşıl, sarı, qırmızı, sonuncu yan. Ha, bildim niye. Bu burada olmaz. Şimdi düştüm. Baxa. Restart elə. Kırmızı, yaşıl, sarı, kırmızı, sarı. Başa kesti. Diğeri. Başa kesti. Tak. Evet, şu mesela öyle. Tak. Ne boş tutuyor. Arayıp var. Ki, bunlar işləyir. Aydındır. Hala. Deməli şey işləyir. Kodumuzu analiz edək. Görək neynəmişik kodumuzu. Biraz bunu çəkək aşağıya. Görək neynəmişik. Neynədir? Aldanmışım. Adlandırdım. Sonra neynədik? Gəldik bu hissəyə. Pinlərə mod təyin elədik. Düzdür. Pinlərə mod təyin edəndən sonra bu var baba. Bu kodu buradan çıxaraq əlavə eləyək bura səliqəli olması adına. Okey. Söndürsün də 5'i söndürüb digərini açsın. Peki bunları yan-bayan qoyaq, oxunaqlılıq adına deyirəm. Daha rahat oxuya bilməyimiz. Deməli, bax belə. Kodu biraz oxunaqlarla gətirib görməli nədir problem. Deməli, nə edirik? Problem. Yox, bayaqki bir dənə proseduru izah edir. Deməli, 5'i söndürdü, 1'i yandırdı. Sonra 1'i yandırdı, 2'ni söndürdü. Düzdür? Yok, biri söndürdü, 2'ni yandırdı. İndi bir dənə bu kodu yükləyək. Birinci yerə düz bir işləyir, yoxsa yox? Görəm. Boş yox. Hər şey düz qaydasında işləyir, düzdür? Tamam. Okey, indi keçək şeyə.
Deməli, bu formada elədik. Sonra bu formada, sonra bu formada, bu formada və bu formada. Allah. Hal-hazırda xüsusi bir problem yoxdur. Okey, sual var bura ilə bağlı. Xeyr. Bəs indi sual vermişsin. Eyni proqramı mən istəsəydim ərreylərdən yazasan, necə yazardım? Normalda bu proqram belə yazılmalı deyil də, düzdür? Ərreylərlə yazmağı istəsən, necə yazardın? Hiç işlememişim burada əleyhə. C++-da yadındadır. C++'da işlemişim. Eyni Burada məntiq necə burada da keçər. necə olmalı? Bunu sev, təzə bir dənə aç. Sevgim Əlbəttə. Bir dənə təzə folder adı yaradacaq. Yəni bir şeylə sevgilə deyəcək. faiz boş. Hı? Faiz boş verirsən. Sevgilə deyil. Sev elədiyi har eləyirsən. Sevəzə də. Bəlkə harası save eləmirsən artıq. Hı -hı. Adı. Hə. Hı -hı. İndi bir dənə təzə bir dənə arkadaşım bağlayırız. Nə edirik? Bir dənə ilk olaraq yuxarıda constant array təyin edirsən. Yuxarıda bir dənə constant array təyin edirsən. Constant integer düzdür. Int array təyin edən. Adına ledlərdir də, leds. Array yazırlar. L, Array E, D. yazırlar. Hə, Leo ledlər nədir? Leds. L, E, D. Hə, ar yazmıyor. Yo, o şeydir də, addır da bu. Bildin necə? Yox, ərraylər cəmdə olsa daha yaxşı olar, özü də konstant olduğuna görə böyük hərflə olsa daha yaxşı olar. S də qoydu sonunda ki, bilinsin ki, ledlər bərabərdir. Neynədik? Fiqurlu mötərizəni açır. İçərisinə, yox, fiqurlu mötərizə, düz açmışdım. İçərisinə yazırsan led nömrələri. Neçədir led nömrə? 1, 2, 3, 4. Yox, 1, 2 Hə, deyil. 2. Yaz. 2, vergül, 6'ya. Şart. Nöqtə vergülü qoysun son. Okey. Array olduğunu göstərmək üçün nə edirdik C++-da? Hatırlayırsan? Niyə deyil? Array işarəsi qoyduq da kvadrat mötərizə. Tamam. Fərz edək mən yoxdur. Tap. Necə tapırsan? Girirsən Google-a. Özün tapmanın. Əlbəttə. Sən Google-a. Başlasan keyword verirsən. C++ array yazsan gələcək. Kvadrat mötərizə qoyarsan sadəcə qarşısına. 10 milyon. Aydındır. Peki əslində bu AI-ya hazır çıxardacaq hər şeyi. Prosto məsələ nədir? Lap fərz eləyək ki, AI yox və davamı vuranda çıxartdı, deyə o da. Görürsən? Aydındır. Amma Allah fərz eləyək burada yoxdursa belə, keçirsən aşağılarda bir yerdə. Hə, burada bax. Burada 2 dənə array var, bax. Görürsən? Bu array'in ölçüsünün 5 dənədən artıq ola bilməz deməkdir. Bu isə avtomatik hesablayır ikincisi. Aydındır. Bizə lazım deyil avtomatik hesablasın. Ona görə gedirsən. Əslində avtomatik hesablamasını biz gedirsən ora. Nə edirik? Letsin qarşısına nə qoyuruq? Kvadrat mötərizə. Düzdür? Letsin. Necə idi orada? Kvadrat mötərizə. İçərisində istəsə 6 yaza da bilər, yazmayın. 5 yaza da bilər, yazmayın. İstədiyiniz qədər Bəli. Onu qoymamamız üçün niyə biz onu qoymuruq? Çünki 5 yazsa ora hər dəfə manual 6-cı olanda 6 yazmalıyıq. Bildin necə? İndi bu array'in ölçüsünü bir dənə dövr quracaq aşağıda. Aşağıda bir dənə dövr biz lazımdır. Dövr quranda da array'in içindəki elementlərə ehtiyacım var da. Düzdürmü? Doğrudur. Çünki mən bilməliyim axı. Sıfırdan başlasın neçəyə qədər getsin. Düzdür? Ölçüyə ehtiyacım var. Bu ölçünü hal-hazırda bu formada təyin edə bilmirəm. Düzdürmü? Ona görə nə edirəm? Aşağıda da bir dənə yazırsan, sair count deməli ikinci sətirdən yazırsan. Constant integer size alt xətt lets. Size ya da ki count. Count yaz. Kiçik hərf, böyük hərflə. Constant oldusa böyük hərfə keç.
Count alt xətt. Count of lead yaza bilərsən. Count led yazmıyor. LED yazısı, S-də yaz ki, bilinsin ki, o yuxarıdakına bağlıdır. Da bu adlandırmadır ya. CS də yaza, istə ABC də yaza bilərsən, fərqi yoxdur, aydındır. Bərabər nəyə? Yox, 5-i belə yazmırsan. 5-i yaxşı, bu qalsın, bu qalsın. Birazdan göstərirəm, daha dinamik necə edir. Gəlirik setup'ın içərisinə. Setup'ın içində başda bir dənə form yazırsan. For neçədən başlamalıdır for? C++'da form necə vurulur? Tərəzələr açıldı. Onu bildim. İndi biz elə C++'daki kimi C++. iki boş koyacağız, sonra artı bir artı bir artı bir. Yox, içi boş koy, niyə qoyuruq? Sıfırdan başlasın, count'a Yəni array sıfırıncıdan bir artıracaq. Tamamilə doğrudur. Bəli, bəli, niyə boş qoyursanız? C++'da necəsə burada da eynisin. Aydındır? Heç C++'da təkrar eləməliyəm sözünü açıb. Int Nə edəcəm indi? Burada nə dövrəsi qurmalıyam? bir dənə count'un LED-in içində gəzmək üçün dövrə quracağıq biz. Yazırıq int i bərabərdir 0. Array çünki sıfırdan başlayır. Düzdür? Nöqtə virgül boşluq. Int kiçikdir. Count i kiçikdir. I kiçikdir. Count leddən. Let's Nöqtə virgül i++. Keçirsən indi bunun blokunun içinə aşağı blok açırsan sıra azımlarda blok açılmalıdır. Asla blok. Ha? Neyse blok budur. Okey. Yazırsan pin mod və tərəzəni açsan. Ne yazsın? LED'lərin ince elementi mötərizə output'da input'da. Nöqtə virgül. Bu artıq hamısını output olaraq təyin elədi. Aşağıya ehtiyac yoxdur. Все. Hətta belə eləyə bilərsən. Bu var ya, bax. Əgər bir sətir cəmi kod olacaqsa, bu bloka ehtiyac yoxdur. Bax, bu bloka ehtiyac yoxdur. Bir sətir kod deyil, bu formada yaza bilərsən. Hətta clean kod bəzən deyir ki, götür bu formada yaz. Bir dəqiqə. Ara getdi. Bax, bu formada yaz. Aydındır. Sizə də belə görürəm. Bir sətirli olanda mən belə yazdım. Bunun nəsə bir təsiri var? Yox, o da təsiri səliqə. Sırf səliqə məsələsi. Aydındır. Peki. Sonra nə edirsən? Loop'un içinə girib bir dənə də for burada qoyursan. Bax, bir dənə sən bir şey deyil. C++ Python kimi deyil. Bir dənə tab qoy oradan yaz. Davam edək. For, bir dənə for qurursan. Nə? Integer. I. Yenə də i. Bərabər neçədən? I kiçikdir nədən? Eyni kodu buraya edəcəm. Bəli, bəli. Okey. Tamam. İndi nə edəcəyik? Nöqtə verəcək. Blok qoyacaq artıq. Artıq blok qoyacaq. Ya deməli, burada indi bir dənə bir şey edəcək. Gəl hələ ki, belə bir şey edəcək. Ardıcıl yandıra-yandıra gedək hələ ki. Birini yandırıb digərlərini söndürür. Ardıcıl yandıra-yandıra gedək. Söndürməyə əvvəl. Hələ ki, söndürməyək. Okey. Əslində söndürməyə eləyə bilər. Elə eləsə yanıb qalacaq 5-də. Necə? Axırda 5-də yanıb qalacaq onda. Yo, bilirəm. Yəni etap gedək. Nə edirik? Bütün LED'in ince elementləri yandır yavaş-yavaş. Necə yazırsan? Yazırsan ki, digital right. Nə? LED'in ince elementi. Let's. İnce elementi. İnci. Əlbəttə, inci. Yəni, bir gəlir də 0, 1, 2. Neyinə? High. Okey, əla. İndi səbirlə, yavaş-yavaş indi çəkəcək. Deməli, LED'in inci elementi yandırdıqdan sonra altına bir saniyəlik şey qoy, interval. Gözləmə. Formun içində. Bəli, gözləmə var ki, yəni yandı, biraz gözləsin, yandı. Bildin necə? Konstantla qoysan daha yaxşı olur.
Zaman. Konstant. Bəli, bəli. Neçə bir saniyəlik var? Bir saniye. Bir saniye oldu. Hı? Bir saniye değil ki o. Okey, əla. İndi sən gəl. Delay. Böyüdü. Nöqtə verəcəm. Üçlü Arduino'ya kodu. Uploading. Keçək. Söz alan adam bildiğin yadından çıxarır. Normal bir. Yüklədi. Ver. Yanına. Bilmiyorum. Restart elə. Mən bir yalnız. Type, 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 type. Okey. Bir yandı. Düzdür. İndi yavaş-yavaş elmanı düzəldəcək. İndi bizə nə lazım? Biri yandı, digərləri nə olsun? Sönsün. Sonra yandı, digərləri sönsün. Düzdür. Okey. Əla. İndi keçək bunu yavaş-yavaş düzəltməyə. Kod səviyyəsində eləyəcək. Biri yandı, digərləri Şimdi sönsün. eyni kod burada i çık bir log olacak. Necə? Eyni kodu delaydan sonra yazıp i çık bir log yazacak. Yoksa İndi bir dənə bir şey göstərəcəm sənə. her Bunu kodu i log. iki məntiqlə deyərlər. Birinci məntiq bu olar ki, bax, diqqətlə fikir ver. Birinci məntiq budur ki, hər şeyi söndür, iğni yandır qoya bilərik. Birinci hər şeyi söndürür, sonra iğni yandırır. Hər şeyi söndürür, iğni yandırır. Aydındır. Birinci məntiq budur. Bunun üçün hər şeyi söndürmək üçün yuxarıya bir dənə funksiya yaza bilərik və yaxud da belə bir şey eləyərik. Keçərik bunun içərisinə. Bax, səbirli ol bir dənə. Bunun içərisinə keçərik. Və bunun içərisinə keçərik. Burada bir dənə dövr qurarıq. Qur burada dövr. Sən qur. Burada bir dənə təzə dövr qur. J ilə dövrü. J ilə. J. J. Ne kadar yani? For, i yox da bu dəfə J işlət də. Təzə bir dənə dövr qur. J, i, r. Yox. In range nədir? Python'da. Ha. C++. Yuxarıdakı dövrdən bir dənə qur da aşağı. Eynisini qur aşağı. Bir dənə təzə dövr. Təzə bir dənə dövr. Tamam. Onu düzür. Bax, Forun içinde olsun. Bu forun Bəli, içinde olsun. forun içində for. Siz for J zaten dediniz mi? Yox, J ilə dedim ki, yəni integer. İ'nin yerine J. Varsın. Ben fikirləşirəm ki J foru nədir? Bu da complexdən. Bəli. Daha ağıllı kodda yaza bilərik. Ora while ilə qurarıq. Deyərik ki, i-dən kiçik olanlara qədər. O belə də olur. İndi hər şeyi söndür. Digital right bütün ledləri söndür. Onda let's off yazacağım elə. Nice. Let's. Let'sin inci elementi yox. Yəni j-inci elementi. Bəli, J, J. Nə? Law. Run elə. Yüklüyüm bura. Əlbəttə. Belə də deyəcəyim. Baxa. Nə olur? Başlayır. Düzdür. Yükləndi də düzdür. Restart elə bir dənə. Yine başladı. Hamısı söndü. Təzədən bu yanda. Hamısı söndü bu yanda. Hamısı söndü bu yanda. Hamısı söndü bu yanda. Aydındır. Kodumuz yaxşı koddurmu? Sualın versəm sənə. Sən deyərsən ki, əlbəttə ki, yox. Kodumuz yaxşı kod deyil. Niyə yaxşı kod deyil? Cavab deyim. Çünki bu 100 dənə led olsaydı, mən ikincidə olsam belə, zaten 3, 4, 5, 6 yanmayıb da, düzdür? Onu niyə söndürsün? Onda deməli neydi? Count led var orada. Led var, kiçikdir, şey kiçikdir qoyulur sana. O şey kiçikdir, hara qədər qoysan yaxşıdır. İ'yə qədər qoysan yaxşı olmaz. Bəli, tamamilə doğrudur. Onda demək kodu biraz optimizasiya edir. İ'yə qədər. Run eləyirik, yüklüyürük. İnşallah. Biz fərqi görməyəcəklər. Bəli, restart elə. Restart elə. Başladı. Eyni kod dəyişdi, amma eyni cür işləyir. Aydındır? Okey mi? Yəni bu da bizim nəyimizdir? Deməli, kod update. Yox, bir dəqiqə restart elə, orada nəsə başı qarışdı. Bir dəqiqə. Arduino'dan da o. Yox, Arduino'dan deyil. İkinci grupda orada kodda xəta var, indi onu düzəldəcəklər. Bax,
Beşinci bax, bax 5-də gəldi, bax bu dəfə bu yana yana qalacaq. Bax fikir ver, bax axırıncı yana yana qalır. Fikir versənmi? Niyə yana yana qalırın? Səbəbi indi sənə izah edəcəm. Bir dənə özünü tapmaya çalışın. Okey, tap. Çünki kişi bərabərdir qoymalı. Bəli, tamamilə doğrudur. Beşinciyə gələndə söndürə bilmirəm. Belə qoymuş. Restart elə, yükləndi. Yandı, söndü, yandı. Bir Niyə dəqiqə. olmadı? Yüklənmədi mi? Love, ay. Hə, deyəm deyə. Gedeyim. Bax. Bunu götürürük, bax bu. Bunu götürürük, yerleştiririk yuxarıya. Bax. Formun içində qalmalı. Aha. Varam. Görəyə yox. Dəqiqə kod səviyyəsində düzəldəcək bunu. Run elə, yoxlayaq belə. Yüklənsin mi? Yükləndi. Heç işləmədi. Bir də olsun. Bax, Gözünü reset edirəm. yox, normaldır işləməməsi. Orada bir problem var. Kodda indi problem var, indi onu da düzəldək. Bax, işləmədi. İşləməmə səbəbini izah edirəm sənə. Yandırır, yandıran kimi bu hər şeyi söndürür. Bəli, yandıran kimi söndürür. Yox, gözlə, səbirli ol. Sonra nə edirik? Bu bərabərliyi buradan silirik. Yəni, silə bərabərliyi, sil bu bərabərliyi, indirin belə. Axırıncıya gəlirik. Axırıncını söndürmür. Səbəbinə bir dənə baxaq, görək. Kodu gəl, etap gedək. Burada kişi bərabər olmalıdır poligonun. Hə, Bu da 5, bu da düzdür. 5 olanda bu problem söndürdə deyil. Burada bir dənə söndürü qoyulur. Yandırda problemimiz yoxdur. Bax, indi bir dənə baxaq da, səbirli ol. Deməli, bu yandı, digər hamısı söndü. Bu yandı, gözlədi, Bərabərdir söndü. qoyanda bilirsiniz niyə yanmır? Çünki bu 0 olanda bu da 0 olur və yanmır. Hə? İ sıfırdan başlayır axı. Bir dəqiqə indi. Amma yox, bunun üçün birdən başlayır. Bir dənə belə yükləyeyim. Yox, indi Bərabər. söndürəcək sıracı, heç yanmayacaq. Niyə yanmır? Deyəcəm, çünki nəyə görə? Bax, yandıran kimi gözləmədən keçir aşağıya. Ora bir dənə dəvə əlavə edeyim bunu da. İndi bir dənə məntiqinə baxaq. Bura deyəsən də, düzdür? Bax, bunu qoya bilərsən. Qoy. Bunu əldə edirəm. Bunu elə. Bildim, hə. Yəni bu, hə. Bir Təzəsini dənə də qoy. dəvə ora qoy. Okey, düzəlt. Yəni elə. Baxın, görün nə olur. Yandı. Yükləndi. Restart edelim. Tamam. Sevama. Bir daha bak. Yanıp sönüyor. Bir saniye, Yanıp sırayı. sönüyor. Bildiğin o. Deleye göre. Aydınlığı. Birincidə bu silsə onu burada. Yok. Bir de İngilizce var. Hə, axırıncı Yanlış. sırayı silsə. Okey. Tamam. Dele. Gelmedi. Gel Hə, var. su işlər. Okey. İki işte ora. Hı. Vurdu. Bildin ya? Hı. Yanıp sönürdü. Gördün mü? Bak primitif bir şeydi de. Başa düştün mü? Aydındır. Deməli bu nəvrelərdən düzəltdik. Daha yaxşı kod yazmaq olarmı? Əlbəttə olar. Yəni belə deyim də, biz burada indi bir sətr belə bu formada kod yazdıq ki, biraz da kodumuzu səliqəyə salaq. Oxunaqlı olması üçün buraları biraz azaldaq. Bax, neynədik? Bir dənə dövr qurduq, düzdür? İncini yandırdıq, gözlədik, hər şeyi söndürdük. Aydındır? Və bu formada biz bir dənə dövr.
Hə, daha yaxşı kod yazmaq olarmı? Əlbəttə səliqəyə sala bilər kodu, daha mükəmməl hala gətirə bilər. Orada heç bir problem yoxdur. Əsas odur ki, nə etdik biz bu günlər? Arduino ilə LED dövrəsi qurduq. Okay. Elektronik hissələrimiz bizim çatmayanda deməli nəyimiz çatmayanda? Dövrə elementlərimiz çatmayanda nə edəcəyik onu öyrəndik. Bəzən olacaq ki, bizim vəbşə portlarımız çatmayacaq. Məsələn, digital pinlərimiz çatmayacaq. Onda ya böyüyən Arduino istifadə edəcəyik kontrolləri, ya da ki, port çoxaldıcı istifadə edəcəyik. Port çoxaldıcı nədir göstərim sənə. Bilmem bunu bayaq göstərdi, o bir tərəfdə boş olan şey. Onunla. Əslində bu bir port çoxaldıcıdır. Bax, bu bir port çoxaldıcıdır. Modeli nədir? TSE 9548A. Bax, bu port çoxaldıcıdır. Port çatmayanda bunun daha böyükləri də var. Port çatmayanda biz bundan istifadə edirik. Aydındır. Bu tərəfdən, bu tərəfdən qəbul edirik. Məsələn, 4 dənəsini eyni porta qoşa bilirik. Aydındır. Bunu gələcəkdə göstərəcəyik. Sualım var. Bunun nətər əksinə bu port tutmur. Yox, bax, buradan bir dənəsini taxırıq bunun D-sinə. Məsəl üçün də nəyə? A1-ə tutaq ki. Okay. Sonra buradakıların hamısını A1-ə qoşa bilirik. Hə, o birisi ilə var. Dişi ilə. Yoxda yox da paykalayır. O fərqi yoxdur. Əsas odur, yəni bizə icazə verir ki, qoşmağa. Aydındır. LED lampalarından bu qədər. Çıxart. Videonu da saxlayaq.